Hələ bu ilin aprelində iş adamı və prezidentin keçmiş kürəkəni Emin Ağalova məxsus Sibriz Resurs layihəsi çərçivəsində süni torpaq sahəsinin yaradılmasına icazə verilib. 55 hektar su fondu torpağından istifadəni nəzərdə tutan bu şəhərcik bu gün insanların ailəvi istirahət üçün üst tutduğu məkanlardandır. Sibrizin rəsmi səhifəsində Emin Ağalovun gündəlik nəzarət etdiyi bildirilən bu məkan bir neçə gün əvvəl 4 yaşlı uşağın ölümü ilə nəticələnən hadisə ilə gündəmə gəlib. Yayılan məlumatlara görə uşağın ayağı hovuzdakı su nasosuna sıxılıb. Hadisədən sonra sosial media hesabında açıqlama yayan Emin Ağalov isə uşağın hovuzun texniki zonasına daxil olaraq nasos sisteminə ilişdiyini bildirib. O hadisənin səbəblərinin araşdırıldığını qeyd edib. Bəs hovuzun texniki hissəsi haradır və bu hissə təhlükəsizlik baxımından necə idarə olunur? Bura hovuzların texniki zonasıdır və normalda ağzı qapalı saxlanılır. Sibriz layihəsi çərçivəsində dövlət büdcəsinə nə qədər vəsait daxil olduğu, eləcə də layihənin dövlət imkanlarından hansı həcmdə yararlandığı ictimaiyyətə açıqlanmadığı kimi, sözügedən hadisənin də təfərrüatları hələlik məlum deyil. Bununla belə ictimai fəallar və tənqidçilər hadisənin qarşısının hansı təhlükəsizlik tədbirləri ilə alına biləcəyi ilə bağlı müxtəlif ehtimal və versiyalar səsləndirirlər. Ekoaktivist Cavid Qara Safety Vacuum Relay sistem, yəni təhlükəsizlik vakuum boşaltma sistemlərinin əhəmiyyətinə diqqət çəkir. Bəs bu sistem nədir və hovuzlarda təhlükəsizlik baxımından hansı rol oynayır? Hovuzların su dövrə sistemlərində su drenajlardan sorularaq filtrasiya avadanlıqlarına ötürülür. Bunun üçün sorma qüvvəsindən istifadə olunur. Normal iş rejimində bu qüvvə nəzarət altında olur və təhlükəsiz sayılır. Lakin suyun qurulduğu çıxış insan bədəni və ya hər hansı bir əşya ilə bağlandıqda vakuum təzyiqi kəskin şəkildə arta bilər. Bu halda drenaja ilişən şəxsin öz gücü ilə həmin yerdən ayrılması demək olar ki, mümkünsüzləşir. Hətta bir neçə böyük şəxs birlikdə zərər çəkəni drenajdan ayırmağa çalışsa belə buna nail olmaya bilər. Çünki insanı azad etmək üçün əvvəlcə onun drenaja çəkib saxlayan vakuum qüvvəsi dayandırılmalı və ya zəiflədilməlidir. Safety Vacuum Relay sistem quraşdırıldıqda isə sistem vakuum təzyiqindən belə dəyişiklik aşkar edərək avtomatik müdaxilə edir. Mexaniki sistemlər boruya hava buraxaraq vakuumu zəiflədir, elektrik sistemləri isə nasosun fəaliyyətini dayandırır. Nəticədə sorma qüvvəsi aradan qalxır və zərər çəkənlərin azad edilməsi mümkün olur. ABŞ istehsalı olan bu tip qurğuların qiyməti model və texniki xüsusiyyətlərindən asılı olaraq təxminən $500-600 arasında dəyişir. Bu isə təqribən 850-1020 manat deməkdir. Bahalı tədbir və konsertləri ilə tez-tez gündəmə gələn Sibriz kompleksinin hovuzlarında isə belə təhlükəsizlik sistemlərinin quraşdırılıb-quraşdırılmadığı barədə açıq məlumat yoxdur.